Hamza salam dostlar. Bu videoda Samsung Galaxy A57 adlı smartfonu incələyirik və həmən başlayaq. İlk əvvəl dizaynla başlayaq. Sizdən bir xahişim var. Video keçməmişdən əvvəl videoya like ataraq kanala abunə olmağı unutmayın və başlayaq. Dostlar, telefonunuz dizayn cəhətdən də olduqca müasir görünüşə sahibdir. Onsuz da A37-yə də oxşuyur. A37 buna oxşuyur. Bütün hər şey öz yerindədir. Ancaq burada görmüş olduğunuz kimi alüminium çərçivəni görmək mümkündür. Antenalarınıza da belə xətt kimi qoya bilər. Böyük tərəf alüminiumdur. Ön tərəfində Super AMOLED ekran görmək mümkündür. Full HD Plus və incə çərçivəni də burada görmək olasıdır. 5lik, yəni 5G-ni dəstəkləyən telefonumuz martın 25-də istehsal olub və apreldə satışa çıxıb. 180 qramlıq bir telefondur və dostlar IP68 ilə qorunur. 1 dəqiqə yarım, yarım saat 1 metr yarım dərinlikdə dayana bilir. eSIM dəstəyi də təbii ki mövcuddur. Super AMOLED ekranımız 120 Hz və HDR10 Plus-u dəstəkləyir. 1900 nit maksimum parlaqlığa çıxır və Full HD bir ekrandır. 385 ppi-lik bir ekran piksel sıxlığı mövcuddur və Victus Plus ilə qorunan bir şüşədir. Exynos 1680 prosesorundan işləyən telefonumuz Android 16 ilə işləyir və One UI 8.5 ilə işləyir. Prosesorumuz burada pis deyil, həqiqətən A720 nüvələrindən istifadə olunub. Bir ədəd bu nüvədir, yüksək tezlikdə işləyən nüvə. 4 ədəd A720 nüvəsi var. Bu 2.6 GHz-dir. 2.9 GHz-dən 300 MHz aşağı. Və 3 ədəd də 1.95 GHz Cortex 520 nüvəsi var. Bunlar yəni orta sinif hal-hazırda gedə biləcək nüvələrdir. X-Clips 550 ekran kartı mövcuddur. Bu da ortalama bir oyun performansı sizə verəsidir. 50 megapiksellik kamerası var. 12 megapiksellik ultra geniş bucaqlı kamerası var. Belə giz-giz şeylər var da. 4K 30 FPS çəkir, 1080-60 FPS və təbii ki optik stabilizasiyanı dəstəkləyir. Maksimumda 512 GB yaddaş və 12 GB RAM seçimi mövcuddur. Ön kameramız 12 megapikseldir. Bu da gecələri çəkməz, ancaq gündüzləri yaxşıdır. 1080p 30 FPS, 60 FPS və 4K 30 FPS video çəkir. Kolonkalar cütdür, qulaqlıq girişi isə yoxdur. Wi-Fi 802-ni dəstəkləyir. Yəni bunlar hamısı standartdır. NFC təbii ki də var. Radio yoxdur, ancaq yəni ehtiyac da yoxdur indiki dövrdə. Barmaq izi ekranın altındadır, çünki Super AMOLED ekran olduğuna görə bu mümkündür. Bateriyamız 5000 mAh-dır. Prosesor pis olmadığına görə idarə eləyər. SAR dəyərləri də normaldır və Antutu xalına gəlmiş görəndə 1.392.000 xal zad yığır belə. Və throttling testinə baxanda görmüş olduğunuz kimi telefonun bir balaca performansının %80'lara qədər gəldiyini görmək mümkündür. Bu da bir saatlıq testi görmüş olduğunuz üzrə. Pis telefon deyil, ancaq necə deyim, bu prosesorun əhəmiyyətli şeylərdir. Məsələn, məndəki Helio G99 Ultra bu qədər isim düşmür aşağı. Bu qədər də performanslı deyil, onu da deyim. Heç nə dostlar, videodan bu qədər. Bu video bu qədər, yəni dostlar. Videoya like ataraq kanala abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Bu videodan bu qədər.